Salam balaca birincilər və əziz valideynlər, hər birinizi kanalımda xoş gördük. Bugün biz 9-cu bölmədə yeni mövzuya keçirik. Mövzumuz çıxma 20-yə qədər. Əvvəlki mövzularımızda toplamanı 20-yə qədər toplamana üzərində işləmişdik və gəldik çıxma mövzusuna. Necə ki, toplama həm ədəd oxunda, həm barmaqlarımızla sayaraq artırırdıqsa, çıxma da eyni ilə azaltmadır. İstər ədəd oxunda, istər beynimizdə şifahi, istər barmaqlarımızla azaltmaqdır, yəni aza doğru saymaqdır. Burada açar sözlərdə ona qədər azaltma var və mən bunu tapşırıqlar üzərində izahını verəcəm. Gəlin əvvəlcə baxaq araşdırma hissəsinə. Bizə deyir ki, lalə qala düzəltmək üçün 14 kubdan 4-ünü götürdü. Lalə qalan kubların sayını necə tapa bilər? Dəftərdə nöqtələrlə göstər. Baxın, bura yazarıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə nöqtədir burada biz bunu qeyd edirik və 14 dənə nöqtədən 4 dənəsini götürür. Bunun üstünə əlavə eləmir ha. Götürmək nə deməkdir? Yəni qalanların azalmasıdır, olanların azalmasıdır. Və mən bu zaman bunun üzərinə birinin, ikisinin, üçünün, dördünün üzərinə xətt çəkərəm və taparam ki, deməli 14 dənə kubdan 4-ün götürərsə, burada sayaram ki, yerdə 10 dənə dairə qalmış olur. Və mən bir şey nəzərə çatdırmaq istəyirəm. Belə bir belə deyək, istər simvol, istər kub, istər dairə, istər çubuq, fərqi yoxdur. Belə bir formada gördüyünüz zaman üzərinə xətt çəkilmiş formada uşaqlar götürürlər, yazırlar ki, 10 çıx 4. Heç vaxt belə səhvə yol verməyin uşaqlar. Belə bir bunu gördüyünüz zaman siz nə edirsiniz? Çıxmaya fikir vermirsiniz əvvəlcə. Əvvəlcə bütün hamısını sayırsınız. Burada neçə dənə dairə var idi? 14 dənə var idi, düzdürmü? Və 14 dənənin bunun hamısını sayıb yazdıqdan sonra çıxma işarəsi qoyursunuz. Bu çıxma işarəsidir və neçəsinin üzərinə xətt çəkilibsə, onların sayını yazırsınız. 1, 2, 3, 4-ün üzərinə xətt çəkilir və 14-dən 4 çıxıran bərabərdir 10. Bunu diqqətlə saxlayın, çünki bu bizə həm burada, həm iş dəftərində mütləq şəkildə lazım olacaq. Gəlin keçək öyrənmə hissəsinə. Öyrənmə hissəsində uşaq burada bizə həm ədəd oxunan, həm də kublarla verir. Yəni geri saymadır. Çıxma nə deməkdir? Necə toplamada biz irəli sayırdıq, istər ədəd oxunda, istər barmaqlarımızla. Bu da eyni ilə geriyə saymamız olacaq bizim. Baxın, 14 çıx 3 bərabərdir 11. Burada bax, mən deyən kimi əvvəlcə 14 dənə kubdur. Və 14 dənə kubdan 1, 2, 3, 3-ünü azaldıb, üzr istəyirəm, burada 3-ünü azaldıb və yerdə qalıb 11. Biz komponentlərimizi bilirik. Artıq məncə bunu bütün birincilər əzbər bilirlər. Çıxma əməlinin komponentləri azalan, çıxılan fərq. Adından da göründüyü kimi azalan, yəni ən birinci gələndir. Biz oradan azaldırıq. Çıxılan gəlir, azalandan pay götürür və azalan azalır. Sonda isə fərq yaranır. Görürsünüz uşaq, ədəd oxunda geri-geri gedir. Yəni azalır. Çıxılan, azalandakı təkliklərin sayından kiçik ola bilər. Məsələn, 16 çıx 4. Bu halda fərqi tapmaq üçün azalanın təkliklərinin sayı çıxılan qədər azaldılır. Yəni, burada belə yazılır uşaqlar, elmi cümlələr çox qursu, burada bizi çaşdırmayın. Burada bizə nəyə başa salmaq istəyir? Bizə başa salmaq istəyir ki, mənim dediyimi, azalan mütləq şəkildə böyük olmalıdır. Həm çıxılandan, həm fərqdən. Çünki ən birinci azalan gəlir və biz oradan azaldırıq. Yəni, ondan böyük ola bilməz. Azalan həmişə böyükdür. Bax, bizə bunu burada izah edir. Burada artıq alt-alta çıxmanı da verib. Baxın, 16 dənə dairədir. 16 dənə dairənin fikir verirsiniz. Bax, burada 10-dur və burada isə 6-dır. Bu 6-dan 1, 2, 3, 4-ün üzərinə xətt çəkir. Misal da 16 çıx 4 olub. Və burada diqqət eləməli əsas məqam bizə lazım olan 4-ü 6-nın altında yazıb. Bəzən uşaqlar çaşıb belə yazırlar. 16 çıx 4. Götürürlər, 1-in altında yazırlar. Bu ola bilməz. 4 təkdir. Yəni, mənim təkliyimdir. Biz bilirik ki, ədədimizdə onluq və təklik olur. Təklikdə mütləq şəkildə təklikdən çıxılmalıdır. Əgər səhvən 1-in altına yazarsınızsa, bu misaldan heç vaxt düzgün cavab gözləyə bilməzsiniz. Keçək səhifəmizdə bələdçi tapşırığı üzərində tapşırıqlarımızı işləyək. Nümunəni birini veriblər, digərini isə biz tapmalıyıq. Bayaq dediyim kimi, bu formada misallar görən zaman istər dairə, istər çubuq, istər çərçivə, bütün xanalar sayılmalıdır və yaxud da bütün dairələr, bütün çubuqlar sayılmalıdır. Biz bunu saymağımıza ehtiyac yoxdur. Biz bilirik ki, bu 10-dur. Burada isə neçə var? 15 var. Deməli, mənim azalanım neçədir? Uşaqlar 15-dir. Mənim ən böyüyüm burada misalımda, yəni bu misalda ən böyük ədəd 15-dir. 15-dən böyük alınan ola bilməz. Azalanım 15-dir və buradan azaldıram neçə vahid. Neçəsinin üzərinə xətt çəkib? 1, 2, 3-ün üzərinə xətt çəkib. Ona görə də mən 15-dən 3-ü çıxıram, yəni ümumi saydan 3-ü çıxıram və alıram 12. İndi keçək
digər dairələrimizi sayaq. Burada da yenə bunu saymağıma ehtiyac yoxdur. Bu 10-dur. Burada isə 11, 12, 13, 14, 15 və 16-dır. Əslində bunu da saymağa ehtiyac yoxdur. Amma çaşdırırsınızsa saya bilərsiniz. Yazıram bura 16 və 16-dan çıxıram nəyi? Çıxmanın o dəqiqə işarəsini qoymalıyım. Niyə? Çünki üzərindən xətt çəkilib. Bu xətt çəkilmədə təbii ki, çıxmanın azalmanın işarəsidir. Və baxıram ki, 1, 2, 3, 4, 5-in üzərindən xətt çəkib. Və mən də ümumi saydığım 16-dan çıxıram 5-i və alıram 11-i. Bunu belə də yazа bilərsiniz. Uşaqlar, baxın, 16 çıx 5. Siz əgər bir rahatça belə də yaza bilərsiniz. Altdan 5-ini çıxaram, qalar burada 1. Bir də heç nə olduğu kimi düşür aşağı. Çünki bunun altında sanki bir dənə bir 0 var. Elə təsəvvür edin. Bunu silək, beynimizi qarışdırmayaq. Sonuncuya baxırıq. Sonuncuda uşaqlar 10, 10. 20 dənə bizə əvvəlcə dairə verib. Çıxılanlara fikir vermirəm, amma ümumi saya baxıram. Ona 20 dənə dairə verib. Yazıram bura 20. Çıxma işarəmdə qoyuram və nə edirəm? Sayıram. Neçə dairənin üzərindən xətt çəkib? 1, 2, 3, 4 dənə dairənin üzərindən xətt çəkib. Və mən də 20-dən 4 çıxıram, alıram 16. Burada iti hesablama bacarığı da sizin köməyinizə çıxa bilər. Yəni diqqətli olmaq lazımdır ki, çıxmanı hesablaya bilər. Necə ki, toplamada barmaqlarla və yaxud da şifahi cəld hesablama bizim dadımıza çatırdısa, eynən çıxmaya da aiddir. Bu artıq sizin öz bacarığınıza qalıb uşaqlar. İndi bizə deyir ki, ədəd oxunda geri saymaqla fərqi tapın. Burada necə ki, toplama əməlli başlanğıc ədədimiz var idi, ondan irəli gedirdik. İndi də çıxmada başlanğıc ədədimizdən geri gedəcək. Başlanğıc ədədim 18-dir. Dayanıram burada 18-də. Neçə vahid çıxıb? 2 vahid. Mən də 2 vahid geri gedəcəm. 18-dən 17-yə gələcəm, 17-dən 16-ya gələcəm. Və oldum neçə? 16. Deməli, 18-dən 2 çıxanda neçə qalır uşaqlar? 16 qalır. Sonra isə 15-dən 0 çıx deyir. Bunu ədəd oxunda göstərməkdə ehtiyac yoxdur. Biz bilirik ki, ədəddən 0 çıxanda biz bunu artıq ilin əvvəlində öyrənmişik. İstənilən bir ədəddən 2 rəqəmli, 1 rəqəmli, 3 ədədli rəqəmli fərqi yoxdur. Bütün ədədlərdən 0-a çıxdığımız zaman həmin ədədin özü alınır. Yəni elə 15 tərpənmir də yerindən. Deməli, nə olur? Elə bərabər olur 15-in özünə. Bu bölmə düşdü elə bərabər. Sonra 14-dən 2 çıxmağımızı istəyir. Bizim 14-ümüz buradadır. Başlanğıc ədədimiz 14-dür və biz 14-dən 2 vahid geri getməliyik. 1 vahid, 2 vahid. Hara gəldim? 12-yə gəldim. Deməli, 14-dən 2 çıxanda yerdə 12 qalır. Sonra keçirəm digər misalıma. 19-dan 6 çıxmağımızı istəyir. 19 buradadır və mən 19-dan 6 vahid geri sayıram, addımlayıram. 1 addım, 2 addım, 3 addım, 4 addım, 5 addım və 6 addım. 6 addım hara gəldi uşaqlar? 13-ün üzərinə. Deməli, 19-dan 6 çıxanda cavab olur 13. Bu 3-ün başı da yazılmır. Mən səliqəli yazım. Onun üçün mən tələsəm həmişə burada pis yazılır belə. Buranın sinə görə burada nə var, nə yox. İndi isə bizə sonuncu misalda deyir ki, 20-dən 3 çıx. Başlanğıc ədədim 20-dir və mən 3 addım geri getməliyəm. 1 addım, 2 addım, 3 addım. Hara gəldim uşaqlar? 17-yə və 20-dən də 3 çıxanda cavab oldu 17. Növbəti misalımız həm sətir və həm də sütunla çıxma verib. Gəlin baxaq. Siz əgər çaşırsınızsa, mən uşaqlara bəzən bir məsləhət verirəm ki, ədəd oxu üzərində işləyin. Mən amma burada sadəcə olaraq misalların özünü yazıram. 13-dən 1 çıxanda 12, 19-dan 5 çıxıram 14, 15-dən 2 çıxıram 13, 17-dən 6 çıxıram 11, 18-dən 6 çıxıram 12, 19-dan 8 çıxıram 11. Sonra isə burada 17-dən 3 çıxmağımızı istəyir. 7-dən 3-ü çıxıram, alt-alta gördüyünüz kimi 4 yazıram və bir də olduğu kimi düşür aşağı. Ona görə düşür ki, çünki birin çıxılacaq altında ədəd yoxdur və bir olduğu kimi düşməlidir mütləq şəkildə. Növbəti misalda 8-dən 5 çıxırıq, buraya yazırıq 3. Sonra isə bir də olduğu kimi təbii düşür aşağı. Sonra 5-dən 4 çıxıram, buraya yazıram 1. Sonra bir də olduğu kimi düşür aşağı 13 və 11 ədədlərini tapırıq. Burada növbəti bir öyrənmə hissəsi var. Burada bizə 10-a qədər azaltma. Necə ki, toplamada 10-a qədər tamamlayıb sonra digərin üzərinə gəlirdik. Burada da eynilə belə olacaq. Baxın. Mənim ədədim əgər 16-dırsa, mənim burada bir dənə onluğum var, 6 dənə təkliyim var, düzdürmü? Mən əgər təkliyimi oradan çıxsam, təbii ki, mənim onluğum qalacaq. Yəni, təkliyin hamısını birdən çıxaramsa. Məsələn, gəl mən orada izah edeyim.
Bu 14-dür, düzdürmü? Mənim burada təkliyim 4-dür, onluğum isə 1-dir, yəni 10-dur. Təkliyim 4-dürsə, mən 4-ün hamısını çıxıram. Yəni 3 çıxmıram, 2 çıxmıram, 1 çıxmıram. Birbaşa 4-ün özünü çıxıram. Və təbii ki, burada mütləq şəkildə 10 qalmalıdır. Bu bütün ədədlərə aiddir. 11-dən 19-a qədər hamısına aiddir. 19 çıx 9, yəni 19-un təkliyi 9-dur. Mən 19-u çıxaramsa, 19 çıx 9, sanki bu getsə nə qalacaq yerdə? Burada bir dənə onluq qalacaq. Bir də onluğum nəyə bərabərdir? 10-a bərabərdir. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19-a qədər bu həmin o qaydaya aiddir. Və yaxud da əgər mən ədədin özündən onluğunu çıxsam, təklik qalacaq yerində. Məsələn, 14, 14 o yazmış, bəyan başqasını yazaq. Məsələn, 17 yazıram. 17-dən onluğu çıxsam, 10-u çıxsam, yerdə yanındakı bax bu təklik qalacaq. Bunu barmaqla və yaxud da beyinlə hesablamağa ehtiyac yoxdur. Bunu sadəcə bir balaca düşünmək lazımdır. Başı işlətmək lazımdır ki, burada bir onluq var, bir dənə təklik var, düzdürmü? Əgər təkliyini çıxaramsa, yerdə 10 qalacaq, onluğun özü. Yox, əgər onluğunu çıxaramsa, yəni bir dənə 10-u çıxaramsa, o sonda gördüyüm təkliyi nədirsə, o da qalacaq yerdə. Gəlin 3-cü tapşırığı işləyək bunun üzərində. Gəlin baxaq. 15-dən 5 çıxıram, yəni təkliyimi götürürəm, yerdə 10 qalır. Burada da 19-dan elə 9-u təkliyin özünü çıxıram, yerdə 10 qalır, onluğum qalır. Burada amma onluğu çıxıb. Ədədin özündən onluğu çıxıb və mən görürəm ki, sonunda mənim təkliyim 3-dür. Heç hesablamağa ehtiyac yoxdur. Burada cavabım qalır 3. Sonra isə burada təkliyimi çıxıb və bir dənə onluğum qalır. Burada da təkliyimi çıxıb, bir dənə onluğum qalır. Burada amma onluğu çıxır və mənim təkliyim qalır. Diqqətli olun. Burada da 10-u çıxır, yəni onluğu çıxır və təklik qalır, 7 qalır. Burada təkliyi çıxır, 6-nı çıxır və təbii ki, burada 10 qalmalıdır. Təkliyi çıxıb burada 8-i, burada 10 qalmalıdır. Burada isə 10-u çıxıb və mənim təkliyim 9-dur, 9-da qalmalıdır. Keçək növbəti səhifəmizdəki tapşırıqlarımıza. Verilən ədədləri 10-a qədər azaltmaq üçün uyğun misal yaz. Bax, eyni qayda həmin qayda ilə. 10-a qədər azalması üçün uşaqlar biz nə etməliyik? Ancaq bu ədədlərin özündən təkliklərini çıxmalıyıq. Mütləq şəkildə. Gəlin təkliklərimizi çıxaq. 13-ün təkliyi neçədir? Uşaqlar 3-dür. Bərabər oldu neçə? 10. Gördünüz? Sonra 16-nın təkliyi neçədir? 6. Neçə qaldı? Təbii ki 10. Bəs 14-ün təkliyi neçədir? 4. Yerdə qaldı neçə? 10. 18-in təkliyi neçədir? 8. Yerdə qaldı 10. 19-un təkliyi neçədir? 9. Yerdə qaldı 10. Amma növbəti misalda onun tam tərsidir. Biz isə buradakı ədədlərimizi 10 vahid azaldacaq. Yəni, onluğunu çıxacaq, yerdə qalacaq onların təkliyi. Gəlin, baxaq. 10 vahid azaldıram. Yəni, onluğunu çıxıram, yerdə qalır təkliyi. Yəni, 5-i. Sonra 13-dən 10 vahid azaldıram. Onluğunu çıxıram, yerdə qalır təbii ki, 3. Növbəti ədədim isə maraqlıdır. 10-dan 10-unu çıxıram. Yerdə qalır təbii ki, 0. Sonra 20-dən çıxıram 10. Neçə qalır ay uşaqlar? 10 qalır. Çünki 20-nin içində 2 dənə onluq var. Burada təklik qalmır. Onun təkliyi yoxdur. 2 dənə onluqdan ibarətdir. 17-nin 10-unu çıxıram, yəni onluğunu çıxıram, 10 vahid azaldıram. Yerdə qalır neçə? 7. Keçək 6-cı tapşırığımıza. Burada bir dənə bu hissəni silməliyəm ki, misalımı yaza bilim. 17 və 4 ədədlərinin fərqi. Fərq hardadır uşaqlar? Çıxma əməlində. Və mən nə edirəm? 17-dən çıxıram nəyi? 4. Bərabər olur neçəyə? 13-ə. Sonra nə edirəm? Azalan 12-dir. Biz bilirik ki, azalan ən öndə gələndir. Azalan 12-dir. Çıxılan 12-dir. Azalan da 12, çıxılan da 12. Fərqim neçə olar uşaqlar? Təbii ki, 0 olar. Növbəti. Azalanım 14-dür. Çıxılanım 4-dür. Fərqim nə olacaq? Mən təkliyimi çıxıram, yerdə qalır neçə? 10 qalır. Sonra azalanım 18-dir, çıxılanım 10-dur və mənim də fərqim təbii ki 8 olur. Burada uşaqlar çətinlik çəkməyəsiniz deyə təkliyi çıxırsınızsa onu yazırsınız, yəni 10 qalır. Əgər 10 vahid çıxırsınızsa, yəni onluğunu çıxırsınızsa, sonunda gördüyünüz təkliyi nədirsə o qalır. Diqqətli olsa hələ ki bir çətinlik çəkməzsiniz. Keçirik biz məsələlərimizə. Gəlin baxaq. Nağıl kitabının 16 səhifəsi var. Aynur onun 5 səhifəsini oxudu. Kitabın oxunmamış neçə səhifəsi vardı? Gəlin yazaq, bura qısa şərt var. Tre olmadı, nöqtə oldu. Var 16 səhifə.
oxudu, oxudu, 5 isə. Qaldı sual. Qaldı sual. Və mən nə edəcəm burada? 16 dənə idi, 5 dənəsini oxudu. 16-dan 15 çıxacam, yerdə qalacaq neçə? 6-dan 5 çıxanda neçə qalır? 1 qalır, 1 də gəlir yanına. Sonra altda yaza bilərsiniz ki, cavab 2 nöqtə. Kitabın 11 oxumamış səhifəsi qaldı və yaxud da cavab 11 səhifə. Belə qısada yaza bilərsiniz. Sonra keçirik 8-ci məsələmizə. Çəmənlikdə 18 kəpənək var. Onlardan 10-u uçub getdi. Neçə kəpənək qaldı? Yazaq bura qısa-qısa. Vardı 18 kəpənək. Uçdu 10 kəpənək. 10 kəpənək. Burada bilmirəm uşaqlar görürsünüz yoxsa yox. Mən azından deyirəm də heç onu eşidərsiniz yəqin ki. Qaldı sual. Qaldı sual. Və misalımda belə olacaq. 18 dənə var idi. 10 dənəsi uçdu. 18-dən 10 çıxanda qalır 8 kəpənək. Və yaxud da altında mən uşağı ilə yazdırıram. Yazdırıram ki, misalın altında mütləq şəkildə yazın ki, cavab 2.8 kəpənək qaldı. Bunu yazmaq özlərinə də xeyirdir ki, ən azından diqqətlərini yoxlayırlar və mütləq şəkildə cavabda yazılmalıdır. Mən amma məsələn gedişatını yazıram və cavab sizə siz möhtəvizə buraxıram. Amma ən azından deyirəm, siz onu yaza bilərsiniz də. 9-cu məsələyə baxaq. Mən burada bir balaca silsəm yaxşı olacaq. Gəlin, bunu biraz qaldıraq yuxarı. Səhifəmizin sonuncu məsələsi. Samirin müxtəlif rəngdə 14 karandaşı var. O, çəkdiyi şəkli sarı, yaşıl və qırmızı karandaşları rənglədi. Samir neçə karandaşdan istifadə etmədi. Müxtəlif rəngdə karandaşları var. Çəkdiyi şəkli sarı, yaşıl və qırmızı karandaşları rənglədi. Samir neçə karandaşdan istifadə etmədi. Görürsünüz uşaqlar, burada şəkli hansı karandaşlarla rəngləyib? Sarı 1, yaşıl 2, qırmızı 3. Neçə karandaşdan istifadə edib? 3 karandaşdan. Gəlin buna şərt quraq. Yazaq ki, var 14 karandaş. Karandaş, düzdürmü? Rənglədi yazaq da, çəkdi yazaq da. Rənglədi, çəkdi, fərq etməz. Çəkdi 3 karandaş. Yəni istifadə etdi yazsaq daha doğru olardı. İstifadə etdi 3 karandaş. Etmədi yazaq bura. İstifadə, qısa yazıram mən, istifadə etmədi. Sual işarəsi. Deməli, 14 karandaşı var, 3 karandaşdan istifadə edib, neçəsindən istifadə etməyib. 14 dənə karandaşdan 3-ünü çıxanda 4-dən 3-ünü çıxaram, yerdə qalar 1, o biri 1 də gətirəm yanına, olar 1. Sonra da yazaram ki, cavab 2.11 karandaşdan istifadə etmədi. 11 karandaşdan istifadə etmədi. Belə uşaqlar. Növbəti səhifədə artıq yeni mövzudur. Yeni mövzunun izahında görüşərik. Hələlik balacalar.